Naxçıvana düşən dronun üzərinə nə yazılıb? Maraqlı sualdır. Üstəgəl düyməsini vurub kanalımıza abunə olun. Xəbərin detallarına keçirəm dəyərli izləyicilər. Ötən gün İran tərəfindən Naxçıvan istiqamətində atılan pilotsuz uçuş aparatının qalıqlarına dair görüntülər yayılıb. Qlobal Info xəbər verir ki, həmin görüntülərin yayılmasından sonra sosial şəbəkələrin Azərbaycan və İran segmentlərində PUA-nın üzərində güya istehsalat birliyi ifadəsinin yazıldığı barədə iddialar səsləndirilib. Bəzi istifadəçilər bundan yola çıxaraq dronun Azərbaycan istehsalı olması ilə bağlı əsassız versiyalar irəli sürməyə cəhd ediblər, lakin yayılan görüntülərin təhlili göstərir ki, istehsalat birliyi ifadəsi PUA-nın üzərində deyil. Sözgedən yazı hadisə yerinin qalıqlarının çıxarılması məqsədi ilə istifadə olunan torbaların üzərində yazılıb və Baku TV-nin təqdim etdiyi növbəti görüntülərdə də dəyərli izləyicilər hadisə yerində üzərində istehsalat birliyi yazılmış bir neçə torbanın olduğu diqqət çəkib. Bununla yanaşı ötən gün Naxçıvana atılan dronun İran istehsalı Araş 2 puası olması artıq Sepah mənbələri tərəfindən də təsdiqlənib. Belə bir həssas məqamda sosial şəbəkələrdə yayılan bu cür absurd iddialara inanmamaq və onları tirajlamamaq zəruridir. Paylaşın ki, hər kəs məlumatlı olsun və dezinformasiyaların, şayələrin qarşısı alınsın.